Dostlar salam. Əlimdə belə bir İmergazın ehtiyat hissəsi var və mən Fatmai kəndinə gedirəm. Məsələni sizə danışım, yerində çəkiliş eləyib sizə göstərəcəm. Deməli bir qazanxanamız var. Onu yığmışlar. Biz biraz modifikasiya elədik üzdən. Onu daha düzgün işləməyə məcbur etdik. Bir müddət sonra müştəri dedi ki, onda gəlin görürəm ki, yaxşı işləyir, sökək onu biraz da modifikasiya eləyək. Biz bunu da elədik, amma bu yay vaxtlarına təsadüf etdi, istilik sistemini işlətmirdi. Soyuqlar düşəndə müştəri şikayətləndi ki, qazan prioritet olaraq boilerə işləyir, amma demək olar ki, fasilə eləmir. Yəni isti suda problemimiz yoxdur, istilik sistemimiz qızmır. İstilik sistemini niyə görə qızmır? Yəni boilerə bilirsiniz ki, sensor taxılır və sensor boilerin temperaturuna nəzarət eləyir. Nədənsə qazan dərk eləmir ki, boiler artıq qızıb, boileri söndürüb istilik sisteminə keçmək lazımdır. Keçəndə də boiler həddindən artıq qızdırır. Yəni qoyulur 55 dərəcə, 65 dərəcəyə qədər qızdırır. Sonra keçir deməli istilik sisteminə. Yarım saat işləyir, 1 saat işləyir, təzədən keçir boilerə, ilişir boilerin üstündə və 3-4 saat təzədən boilerin üstündə işləyir. Yəni bu halda nə baş verir? Yəni bizim orada 250 kvadratlıq 2 mərtəbəli evimiz var və o ev demək olar ki, qızmır. Yəni 1 saat ərzində kifayət eləmir ki, istilən döşəmə sistemi orada qızsın. Deməli 2-3 gün bundan qabaq qeyd etmək istəyirəm ki, bugün ayın 6-sıdır artıq, yanvarın 6-sıdır və yanvarın 4-ü biz oradaydıq və baxdıq, yoxladıq, sensoru dəyişdik. Gördük ki, sensor məsələsi deyil, qazan özü yaxşı işləmir. İndi mən Emergazın deməli platasını götürmüşəm, çünki mənim şübhəm platadandır və orijinal boiler sensorunu götürmüşəm. Plan belədir ki, gedib boiler sensorunu salıram, qoşuram üstündə olan plataya. Əgər qazan yenə də düzgün işləməsə, o zaman mən platanı çıxadıb platanı da işləyəcəm. Qazanda belə bir problem var ki, qazan demək olar ki, modulyasiya eləmir. Yəni bir qaydada işləyir. İstilik rejiminə məcburi onu keçirtsək də deyək ki, 45 dərəcəyə qoyuruq. Yəni 15 saniyə ərzində 45 dərəcəni yığıb sönür. Halbuki bu belə olmamalıdır. Filtrlarımız təmizdir, dövriyyəmiz gedir, hər şey qaydasında, amma qazan həddindən artıq tez qızır. Ki, getdik. Dostlar, həmin qazanxana görə bilərsiniz. Yəni bu qazanxananın yəqin ki, Instagramda görmüsünüz. Deməli, qazan prioritet olaraq boileri 3 yollu vasitəsilə qızdırır. Hal-hazırda qazan yenə də isti su rejimində ilişib qalıb. Deməli, isti suyu qoymuşuq 50 dərəcəyə. Bizim isti suyumuz, buradan sensor var, üst hissədə 53.7 dərəcədir. İndi xüsusi termometr vasitəsilə, bu mətbəx üçün nəzərdə tutulmuş termometrdir. Biz sensorun yerində olan temperaturu ölçməliyik. Temperatur yavaş-yavaş qalxacaq. Biz görürük ki, 52 dərəcəni keçdidə gerisini vaxtı uzatmamaq üçün göstərmirəm. Görürsünüz ki, 53-ü keçib, amma qazan hələ də isti su rejimində çalışır. Deməli, dostlar, belə bir ehtiyat hissəsi almışam. Ehtiyat hissəsinin içində bir boiler sensorumuz var. Emergazın öz boiler sensorudur. Və burada əlavə olaraq deməli Emergazın displeyi və ana platası mövcuddur. Yəni birinci olaraq mən deməli servisdən aldığım təlimata uyğun olaraq servis menüsünə daxil olub tənzimləmələr aparacam. Əgər o kömək eləməsə, boiler sensorumuzu dəyişəcəyik.
Ya da gəlin birinci ilə boiler sensorundan başlayaq. Bax, artıq orada termometr bizə 55,3 dərəcə göstərir. Birinci boiler sensorunu qazana birləşdirək. Görək qazan buna necə reaksiya verəcək. Sonra tənzimləmələri də eləyək. Kömək eləməsə artıq platanı dəyişəcək. Boiler sensorunu yerinə quraşdırdıq. İndi görək nə olacaq. Hələ ki qazan işləyir. Biraz temperaturu qaldırmışam. Deməli dostlar, boilerin korrekt işləyib işləmədiyini bilmirəm. Vроде бы söndü boiler. İstilik sistem rejiminə keçir. Amma indi evdə suyu açırıq. İsti suyu ki temperatur aşağı düşsün. Bu dəqiqə boilerimiz 55 dərəcədədir. Temperatur aşağı düşüb və yenidən soyuyub işə düşəndən sonra bu siklı yoxlayacaq. İşləsə sensor yerində qalır və deməli biz platanı geri qaytarırıq. Yəni istifadə eləmirik. Çünki plata kifayət qədər bahalı bir detaldır. Deməli dostlar, hal-hazırda nə etmişik? İsti suyu boşaldırıq. Oradan kran axır isti su. Gözləyirik ki, boiler soyusun, özü işə düşsün və sönərsə biləcəyik ki, okey, plata işləyir, qazanda problem yoxdur. Qazan 4 il işləyir təxminən. Servisin tövsiyə edən tənzimləmələrini elədim, deməli ekranda. Amma onu çəkmədim, çünki göstərmək istəmirəm. Niyə görə? Çünki sonra videoya baxıb onu qurdalaya bilərlər və problem yarada bilərlər. Ona görə də onu servis mütəxəssislərinə buraxsaq daha yaxşı olar. İndi qazan istilik sistemi rejimində işləyir. Burada da bir problemimiz var. Problem ondan ibarətdir ki, qazan tam gücünə çıxır istilik sistemini işlətmək üçün və tez fasiləyə gedir, dayanır. Yəni belə olmamalıdır. Kondens tipli qazan bir temperaturda ilişib qalmalıdır və stabil olaraq bu temperaturu qorumağa çalışmalıdır. Amma burada taktlar əmələ gəlir. Yanır, sönür, yanır, sönür. Bu da isitmə sistemini tamamilə qızdırmağa kömək etmir. Qeyd edim ki, ev təxmini 200-250 kvadrat, 2 mərtəbəli və tamamilə istidən döşəmə sistemindən ibarətdir. Hal-hazırda qazan isitmə sistemi rejimində işləyir. Ekranın aşağı sol küncündə radiator işarəsini görə bilərsiniz. 45 dərəcəyə qoymuşuq, 45 dərəcəyə çatıb və stabil olaraq çalışır. Yəni isitmə rejimində olan problemimiz deyəsən aradan qalxıb. Sadəcə 45 dərəcə çoxdur. Ev sahibi deyir ki, mənə 35 dərəcə kifayət eləyir evi qızdırmağa. Biz hələ ki 45 dərəcədə işləyirik. Bu dəqiqə boiler qeyd etdiyim kimi açıqdır və gördüyünüz ekranda deməli boiler rejimi gəldi. Bu da o deməkdir ki, isti suyumuz soyudu. Boilerin aşağı hissəsində olan sensoru hiss elədi ki, altdan soyuq su girir. Boiler soyudu, 5 dərəcə aşağı düşdü və hal-hazırda qazan tam gücünə çıxaraq deməli boilerimizi qızdırmağa başlayır. Ümid edirik ki, bu problem burada da həll olunacaq və əslində mən servis ustası deyiləm. Burada platanın üzərində bir 30-a yaxın deməli razyon var, konnektor var. Onları açıb yerinə taxmaq istəmirəm. Və təbii ki, müştəri də 330 manat ziyana düşməz. Platanı sadəcə servisə qaytararıq. Gözləyirik ki, bizim boilerimiz qızsın və görək ki, lazım olan temperaturda qazan fasiləyə gedəcəkmi? Gedəcəksə nə yaxşı, yəni demək olar ki, məsələ 25 manatlıq sensorla bitəcək. Hal-hazırda qazan boileri qızdırmaq rejimində işləyir.
və həqiqətən də praktika öz sözünü deyir. Servisin tövsiyə elədiyi tənzimləmələrdən sonra qazan daha stabil işləməyə başlayıb boileri qızdırma rejimində. Hal-hazırda tənzimləmələrdə boileri qızdıranda suyun 80 dərəcəyə qədər qalxmasını təyin etmişəm və görürsünüz qazanın səsi də dəyişdi. Biraz bu momentdə qazanın yanında durmaq çox qorxuludur. Temperatur çox kəskin olaraq tez qalxır. Artıq 80 dərəcədir. 81, 82, 83. Əla. İndi qalır təki qazan qaynamasın və vaxtında sönsün. Adam qorxur. Qorxur, 90 dərəcə əla. Temperaturu gördünüz əziz dostlar, həqiqətən də biraz yəni bu qazan heç vaxt belə işləməmişdi. İndi əsas məsələ odur ki 55 dərəcədə sensor sönsün və qazan istilik sistemi rejiminə keçsin. Deyəsə hər şey plan üzrə gedir. Amma qazandan çox güclü səs çıxır, görə bilərsiniz. Biraz keçib qapının arxasında dayanıram ki birdən partlayar. Artıq qazan bir 6-7 dəqiqədə işləyir. Biz indi informasiya menüsünə daxil oluruq. Və burada P04-də keçirik. Sensor göstərir ki bizim boilerimizin o hissəsində 50 dərəcə var. Və budur dostlar, qazan işlədi, hər şey qaydasındadır. Sensorda temperaturumuz baxırıq. ...55 dərəcə və ideal. Sən demə, biz gətirdiyimiz sensorda düşmürmüş bura və burada olan sensorda fəaliyyətini dayandırıb. 2 il işlədikdən sonra bu sensor xarab olub. Ona görə də bunu sadəcə büküb və tullayırıq. İndi biz istilik sistemimizi 35 dərəcəyə qoyacağıq və görək ki, qazan bu temperaturda modulyasiya eləyə bilir, yoxsa yox. Bu temperaturda modulyasiya eləyə bilsə, hər şey superdir. Bunu isə tullayırıq. Deməli dostlar, qazanı isitmə rejimini qoyduq 40 dərəcəyə və qazan öz işi ilə məşğul ola-ola mən sizə burada baş verənlərdən danışım. Yəni sizə anlatmaq istəyirəm ki, qazanxana hansı prinsip üzərində işləyir. Çünki bu çox vacibdir, çox maraqlıdır və inşallah alınsa bu yaxınlarda bu mövzuda seminarımız olacaq. Videonun əvvəlində qeyd etdiyim kimi bugün yanvar ayının 6-sıdır və bu dəqiqə şirkətlərlə danışıq gedir. 4 şirkətimiz var, məşhur qazanları Azərbaycan bazarında təqdim edən şirkətlərdir.
Onlarla danışıq gedir və bu mövzuda alınarsa hər şey əgər bir kontrollu qazanlar deməli haqqında bir seminarımız olacaq. Onların iş prinsipi necədir, niyə görə onlardan istifadə etməliyik və onlardan istifadə bizə nə kimi üstünlüklər verir. Deməli, gördüyünüz bu bir kontrollu qazandır. Kombi isə iki kontrollu qazandır. Sadəcə bizdə Türk dilindən köçmə bir termindir kombi. Kombi niyə görə? Çünki kombinə olunmuş bir sistemdir. Yəni bunda həm isitmə var, həm istifadə suyun qızdırılması var. Yəni bu qazanla, belə deyək, Lord isə Pitiminutkanın birləşmiş versiyasıdır. İki kontrollu qazanla bir kontrollu qazanın arasında yalnız o fərq var ki, bax bu bir kontrollu qazandır. Bu ancaq isitmə verə bilir. Kombi isə iki kontrolludur. O həm isitə bilir, radiatorlar, isidilən döşəməni, həm də sizə çimmək üçün, qabları yumaq üçün isti su verə bilir. Kombilər adətən maksimum 35-36 kW-a qədər olur. Artıq belə deyək ki, 36 kW-dan yuxarı, adətən bu 50 kW-dan başlayır, artıq bir kontrollu qazanlar olur. Bu niyə görə belədir? Çünki kombilər, yəni iki kontrollu qazanlar daha çox mənzillər üçün nəzərdə tutulur və kiçik sahələri əhatə etmək üçün istifadə olunur. Amma qazanlar artıq böyük sahələr üçündür. Burada bu 50 kW-lıqdır və İmerqazın misal üçün 110 kW-a qədər qazanları var. Bu 110 kW-lıq qazanları da birləşdirib 5 və 10 ədəd eləmək olar və beləliklə də kilovatdan meqavata keçmək olur. Yəni çox böyük, deyək ki, bir 20 mərtəbəli binanız varsa, sizə artıq 110 kilovat bəs eləmirsə, sizə deyək ki, 550 kilovat lazımdırsa, siz 5 dənə qazanı birləşdirirsiniz bir kaskad sisteminə və beləliklə də gücü artırırsınız. Amma mövzu o deyil. Boilerə qoşulan kiçik ölçülü bir kontrollu qazanlar var. Yəni 35-36 kilovata qədər olan üstündə artıq belə, yəni xarici görünüşdən kombi kimi görsənir, amma onların boiler üçün ayrıca çıxışı var. Bu nə üçün lazımdır? Uzaqdan gələk. Adətən bizdə ustalar boilerə ayrıca bir kombi qoyur və ya kombini həm boilerə, həm isitmə sisteminə işlədir. Əvvəl bunu bizdə belə eləyirdik, amma bu düzgün deyil. Niyə görə? Bir çox insanlar rəylərdə yazın yeri gəlmişkən, mən bilirəm ki, sizdə bu problem var. Deyək ki, siz boileri qızdırmaq istəyirsinizsə, əgər sizdə kombi quraşdırılıbsa təbii ki, siz boileri qızdırmaq üçün 60 dərəcə verməlisiniz və onda boiler qızacaq. Amma 60 dərəcə sizin isidilən döşəməyə və ya radiator sisteminizdə diskomfort yaradır. Yəni sizə çox isti olur. Siz kombinin temperaturunu aşağı salıb evdə komfortlu temperatur əldə edəndə boileriniz soyuyur və siz daimi bu temperaturla oynamalı olursunuz. Ona görə də bir kontrollu qazanlar var. Bu bir kontrollu qazanlar son vaxtda mən və bir neçə ustalar populyarlaşdırırıq. Təbii ki, böyük şirkətlər bunları eləyir, amma geniş kütlə üçün bu əlçatmaz idi. Çünki bazarımızda çox nadir sayda bir kontrollu kiçik qazanlar var idi. Təbii ki, hər kəsə 50 kilovatlıq qazan lazım deyil. Deyək ki, bizim 200 kvadratlıq mənzilimiz var və orada 3 hamam var. Təbii ki, 3 hamamı isti su ilə təchiz eləmək üçün bizə bir boiler lazım olacaq. Boileri də qızdırmaq üçün 200 kvadrata deyək ki, bizə 25 kilovat lazımdırsa, biz oraya 50 kilovatlıq qazan qoymayacağıq. Çünki bu bahadır və çox böyük bir yer tutur. Ona görə də biz 25-30 kilovatlıq bir kontrollu qazan əldə etmək istəyirik. Belə qazanlar yox idi. Amma hal-hazırda bir neçə istehsalçı və bir neçə dealer tərəfindən ölkəyə gətirilir. Sadəcə insanlar hələ də köhnə düşüncədə qalıb boileri kombiyə qoşur. Boileri kombiyə qoşmaq olmaz. Düz işləmir, böyük qaz sərfiyyatı olur. İsti suyu gec qızdırır. Deyək ki, bir nəfər çimir, su qutarır. Sonra bir nə qədərsə vaxt lazım olur ki, gözləyəsən ki, isti suyun qızsın. Yəni, bu da çox böyük problemlərə yol açır. Bir kontrollu qazan nə cür işləyir? Kiçik ölçülü bir kontrollu qazanlarda ayrıca olaraq boiler serpantini üçün çıxış olur və siz adi kombidə gördüyünüz kimi istilik sistemini ayrıca, boileri ayrıca tənzimləyə bilirsiniz temperaturlarını. Bu qazanda da ayrıca olaraq isti su tənzimləmə düymələri var və radiator temperaturun, yəni radiator deyəndə istilik sisteminin tənzimləmə düymələri var.
çox vaxt bunu istifadə eləmirlər. Burada hansı prinsiplə işləyir? Yəni bizə boilerdə həmişə təbii ki, boiler prioritetdədir. Ən vacib olan isti sudur. İstilik ikinci plandadır. Niyəsə görə bu belədir, mən bilmirəm, bilənlər yazsın, amma bütün cihazlar bu prinsiplə çalışır. Yəni o boileri qızdırmamış, istilik sistemini qızdırmayacaq. Yəni siz evdə soyuqdan titrəsəniz də birinci növbədə qazan boileri istədiyiniz temperatura qədər qızdıracaq. Ondan sonra keçəcək isitmə sistemini qızdırmağa. Bu necə baş verir? Qazandan çıxan podaça, gediş girir. Burada 3 yollu qurğu var. Bu 3 yollu qurğu, 3 yollu ventil axınların istiqamətini dəyişir. Boilerə işləyəndə su buradan daxil olur və belə qalxır. Gedir boilerə. Boiler qızanda isə isti su bu cür keçir, girir hidravlik bölücüyə. Buradan isə 2 ədəd nasosla soğurulub isidilən döşəmə sisteminə gedir. Bu hansı prinsiplə işləyir? Deyək ki, sizdə adi kombi olsaydı, siz nə edəcəydiniz? Buradan qoyacaqdınız bu kombidir, onu deyək ki, 60 dərəcəyə. Buradan temperatur gedəcəkdi 60 dərəcə boilerə, burada gedəcəkdi isidilən döşəmə. Qarışdırıcı qurğu qoyacaqdınız və evə 30, 35, 40 dərəcə yönəldəcəksiniz. Bu halda nə baş verir? Siz kombiniz bütün il boyu 24/7 60 dərəcədə işləyir ki, boileri qızdırsın. Və bu da böyük qaz etkisidir. Qaz etkisidir, yəni həm də sistemin ikisi eyni anda işlədiyinə görə siz iki sistemi də toplayıb üst-üstə gəlib o gücdə bir qazan almalısınız. Deyək ki, bu boiler bizdə təlimata görə 19 kW lazımdır bunu qızdırmağa. 250 kvadrat yerdən isitmədə deyək ki 25 kW. Biz 19-u 25-in üstünə gəlib bir qazan alıb quraşdırmalıyıq. Bu, yəni boiler yəni 25 kW ola bilər. Burada 60 kW ola bilər. Onda 85 kW-lıq bizə qazan lazım olacaq. Amma burada bu sistemi yarıdan bölüb əsas istilik sistemini nəzərə almaq olar. Qazanın onsuz da gücü boilerə çatacaq. Yəni burada belə bir pluslar var. Yeri gəlmişkən bu qazanı bura biz qoymamışıq. Bura bəlkə də daha kiçiyini qoymaq olardı. Bu var idi, biz sadəcə bunu modifikasiya eləmişik. Misalımızda bu necə baş verir? Biz boilerdə qoyuruq ki, suyumuz 55 dərəcə olsun. Evə isə hal-hazırda 40 dərəcəyə qoymuşam. 42 dərəcədə çalışır. Boiler soyuyanda qazan 3 yolluya komanda verəcək. Bura gedən su başlayacaq belə yönəlməyə və artıq 85 dərəcə ilə gedib boileri qızdıracaq. 10 dəqiqə ərzində, 15 dəqiqə, lap qoy yarım saat ərzində qızdıracaq. Sonra boilerdən komanda gələndə ki, boiler qızıb, kifayət qədər isti su var. Qazan 3 yolluya komanda verəcək və 3 yolu 40 dərəcəni artıq başlayacaq belə yönəltməyə və yəni uzun müddət 1 saat, 2 saat işləyəcək 40 dərəcədə. Yenə boilerdə su soyuyarsa, təzədən buranı bağlayıb, bura 85 dərəcəli su göndərəcək. Və beləliklə də hər iki sistemi düz balansda saxlayacaq. Həm bol su, təbii ki, isti sudan söhbət gedir, həm də ki, komfortlu istilik, həm də ki, qaza böyük qənaət. Qazın da qiymətləri bir üstə qalxıb. Hal-hazırda qazan boileri qızdırma rejiminə keçdi. 3 yolunun necə hərəkət etdiyini görə bilərsiniz. Bu qədər dostlar. Hər şey işlədi. Müştəri 330 manat qabağa düşdü. Bir sensorla və bir dəqiq tənzimləməklə biz problemi aradan qaldırdıq. Ümid edirəm ki, videoda maraqlı nəsə öyrənə bildiniz. Rəylərinizi yazın, tənqidlərinizi, təkliflərinizi gözləyirəm. Onlara şəxsən özüm cavab verəcəm. Özünüzə yaxşı baxın. Yoxdur, qoy qalıb.